Xoş gördük hər birinizi. Bugün sizlərlə Telegram kanalında paylaşdığım testin izahını verəcəm. Gəlin baxaq testimizə. Testimizdə deyirik ki, qrupda bir uşaq digər uşaqları müntəzəm olaraq narahat edir və onlara lağ edir və bu barədə sizə məlumat verilir. Və siz tərbiyəçi müəllim olaraq ilk addımlarınız hansılar olmalıdır? Və gəlin variantlara baxaq. Birinci variantımızda deyilir ki, dərhal həmin uşağı danlamaq. İkinci variantımızda valideynləri məlumatlandırmaq və problemi onlarla müzakirə etmək. Üçüncü variantımızda müəssisə rəhbərliyinə ümumiyyətcə məlumat vermək və dördüncü variantımızda əvvəlcə uşaqla təklikdə söhbət etmək və problemin kökünü anlamaq. Gəlin müəllimlər, bu ümumiyyətcə testimizin izahını sizlər üçün verim. Ümumiyyətcə dərhal biz həmin uşağı danlaya bilmərik. Çünki bu uşaqlarda belə deyim ki, qorxu yarada bilər. Ona görə də birinci variantımız uyğun ümumiyyətcə deyildir. Və bizim ikinci variantımızda valideynləri məlumatlandırmaq və problemi onlarla müzakirə etmək. Bəli, ümumiyyətcə valideynləri məlumatlandırmaq düzgündür. Amma ki, ilk addım deyildir. Əvvəlcə tərbiyəçi müəllim olaraq ilk öncə problemi müəllim həll etməlidir. Üçüncü variantımız isə müəssisə rəhbərliyinə məlumat vermək. Bəli, müəssisə rəhbərliyinə məlumat vermək lazımdır. Amma ki, o daha sonrakı addımdır. Və dördüncü variantımızda əvvəlcə uşaqla təklikdə söhbət etmək və problemin kökünü anlamağa çalışmaq. Bəli, bizim doğru variantımız bu olacaqdır. Çünki hər bir tərbiyəçi müəllim əvvəlcə uşaqla təklikdə söhbət etmək lazımdır ki, bəlkə uşağın belə deyim ki, emosional çətinliyi var, bəlkə bir məsəl üçün narahatçılığı var. Ona görə də doğru variantımız olacaqdır D variantı. İndi isə ikinci testimizə baxaq. İkinci testimizdə deyilir ki, valideynlərdən biri sizə bahalı bir hədiyyə təqdim etmək istəyir və onlar bunu övladlardan daha yaxşı qiymət verməyinizi xahiş etmək üçün etdiklərini açıq şəkildə bildirirlər. Və sizin ümumiyyətcə reaksiyanız necə olardı? Və gəlin ümumiyyətcə baxaq variantlara. Hədiyyəni qəbul etmək, çünki bu valideynin minnətdarlığının təzahürüdür. Və ikinci variant, hədiyyəni nəzakətlə rədd etmək və bu cür təkliflərin etik olmadığını izah etmək. Və dördüncü variantımız hədiyyəni qəbul etmək, lakin qiymətləndirmədə obyektiv olacağınıza söz vermək. Və dördüncü variantımız bu barədə müəssisənin rəhbərliyinə məlumat vermək. İndi isə gəlin sizə bu testin izahını verim. Ümumiyyətcə, birinci variantımız nəyə görə olmaz? Çünki müəllimlər, ümumiyyətcə, belə deyim ki, biz burada hədiyyəni qəbul etmək bu düzgün deyildir. Çünki məqsəd qiymətə ümumiyyətcə, yəni burada məqsəd qiymətə təsir göstərməkdir. Ona görə də A variantı uyğun deyildir və B variantı hədiyyəni nəzakətlə rədd etmək və bu cür təkliflərin etik olmadığını izah etmək. Bəli, doğru variantımız budur. Çünki nəyə görə? Yəni müəllim ümumiyyətcə nəzakətlə, amma qəti şəkildə bu cür hədiyyələri qəbul belə deyim ki, etməməlidir. Onu da qeyd edim ki, bu cür hədiyyəni qəbul etmək olmaz. İlk öncə valideynə izah etmək lazımdır ki, qiymətləndirmə yalnız uşaqların bilik və bacarıqlarına əsaslanır və ümumiyyətcə peşəkarlıq və etik prinsipə əsasən heç bir xarici təsir qiymətləndirməyə təsir edə bilməz və burada əsasən peşəkarlıq ümumiyyətcə qorunur və şəffaflıqla təmin olunur. Və dördüncü variantımız nəyə görə olmaz? Ona görə ki, çünki ümumiyyətcə buradakı niyyət, yəni ki, etik belə deyim ki, qaydalara uyğun ümumiyyətcə deyildir. Və dördüncü ümumiyyətcə variantımız nəyə görə ola bilməz? Çünki ilk dəfə belə bir ümumiyyətcə təklif olarsa, tərbiyəçi müəllim özü məsəl üçün həll eləməlidir. Əgər ki, məsələn, həll belə deyim, yolunu tapmasa, müəssisə rəhbərliyinə yəni ki, öz belə təlimatını verməlidir. İndi isə baxaq növbəti testimizə. Növbəti testimizə deyilir ki, Aliyə müəllimə ümumiyyətcə məşğələ zamanı uşaqların suallarına cavab verməkdə çətinlik çəkir və bəzən yanlış məlumat verir. Aliyə müəllimənin hansı pedaqoji qabiliyyəti zəifdir? Gəlin baxaq variantlara. Birinci variantımızda deyilir ki, kommunikativ qabiliyyət və didaktik qabiliyyət, elmi idraki qabiliyyət və təşkilatçılıq qabiliyyəti, perspektiv qabiliyyət. İndi isə baxaq, burada bizim variantımız olacaqdır elmi idraki qabiliyyət. Nəyə görə?
Çünki müəllim ümumiyyətlə məşğələ zamanı mövzunu yaxşı bilməlidir və uşaqlara düzgün şəkildə başa sala bilməlidir və bu cür və müəllimin ümumiyyətlə bu bacarığı zəifdirsə, onun elmi idraki qabiliyyəti zəifdir deməkdir. Doğru variantımız olacaqdır C variantı. İndi isə növbəti testimizə baxaq. Növbəti testimizə deyilir ki, kiçik motor bacarıqlarının inkişafı üçün hansı fəaliyyət digərlərindən daha çətin hesab olunur? Gəlin baxaq variantlara. İplə düyün bağlamaq, növbəti variantımızda qaçış və tullanma, dördüncü variantımızda boyama kitabında rəngləmək və dördüncü variantımızda plastilinlə sadə fiqurlar yaratmaq. Əlbəttə, bizim doğru variantımız olacaqdır. İplə düyün, yəni bağlamaq. Nəyə görə? Çünki bizim də bildiyimiz kimi kiçik motor bacarıqları uşaqların barmaq və əl əzələlərinin incə hərəkətlərini yerinə yetirmə bacarığıdır. Məsələn, uşağın yazmağı, məsələn, düymə bağlamağı, rəngləməyi və yaxud da ki, ipə düyün vurmaq və burada bizim variantımızda bildiyiniz ki, ipə düyün ümumiyyətlə bağlamaq düzdür, kiçik motor bacarıqlardır. Amma ki, o daha belə deyim ki, koordinasiyalı və çeviklik tələb edən bir ümumiyyətlə prosesdir, ümumiyyətlə fəaliyyətdir. Ona görə də variantımız olacaqdır A variantı. Və növbəti variantlar nəyə görə olmaz? Çünki qaçış və tullanma bildiyimiz kimi ümumiyyətlə belə deyim ki, böyük motor bacarıqlarıdır. Və boyama kitabında rəngləmə düzdür, bu da kiçik motor bacarıqlardır, amma ki, çətin deyildir. Növbəti variantımızda plastilinlə sadə fiqurlar yaratmaq da düzdür, belə deyim ki, kiçik motor bacarıqlarıdır, amma ki, iplə düyün bağlamaq qədər çətin deyildir. Ona görə doğru variantımız olacaqdır A variantı. Bəli, müəllimlər, izahımız bu qədərdir. Ümid edirəm ki, sizlər üçün faydalı olmuşdur. Hər birinizə uğurlar arzu edirəm.